Hər birinizə salam, dəyərli dostlar. Bu gün sizlərlə informasiya və informasiyanın kodlaşdırılması mövzusundan, mətni informasiyanın kodlaşdırılmasının son hissəsindən danışacağıq. Növbəti videomuz isə qrafik informasiyanın kodlaşdırılmasından olacaq. Bizim toxunmadığımız iki məqam qalmışdı burada. N simvollu əlifba və minimum simvollu əlifba söhbətləri suallarda çox vaxt qarşımıza çıxır. Biz bilirik ki, keçən dərsimizdən ASCII-də olanda ASCII-də kodlaşdırılmış hər bir simvol 8 bit, Unicode-da kodlaşdırılmış hər bir simvol 16 bit olur və yaxud 1 byte, 2 byte deyə bilərəm. Əla. Bəs indi standart bir ASCII Unicode olmasa, məsələn deyək 500 simvollu, sualın şərtində bizə deyir ki, 500 simvollu əlifba ilə kodlaşdırılmış salam ifadəsinin həcmi nə qədərdir? Bunda nə edəcəyik? Bugünkü dərsimizdə buna və bir fərqli məqama toxunacağıq. Əgər bizə deyirsə ki, 500 simvollu əlifba ilə kodlaşdırıb, yəni salam ifadəsinin kodlaşdırıldığı əlifbada 500 dənə simvol varsa, onda deməli bunun hər bir pikseli 9, hər bir simvolu 9 bit informasiya həcminə sahib olacaq. Niyə? Gəlin niyəsinə baxaq. Çünki əlifbada 500 simvol varsa, biz də bilirik ki, 500 dənə fərqli simvoldur bunlar. 500 fərqli simvolu kodlaşdırmaq üçün, 500 fərqli halı kodlaşdırmaq üçün bizə 9 bit lazımdır. Çünki 8 bit bəs eləmir. 8 bitlə maksimum 256 dənə vəziyyət kodlaşdıra bilərəm. Ona görə keçirəm 9-a və 9 bitlə maksimum 512 vəziyyət kodlaşdıra bilərəm. 500 də bu 512-nin içinə sığdığına görə mən 500 vəziyyəti 9 bitlə kodlaşdıra bilirəm. Və salam ifadəsi 500 simvollu əlifba ilə kodlaşdırılıbsa, deməli salam ifadəsinin hər bir simvolu 9 bitdir. Salam ifadəsində 5 dənə simvol varsa, ümumi bunun həcmini tapmaq istəsəm olacaq 5 vurulsun 9 bit, yəni 45 bit. Əla. Bu 500 olmayıb 100 ola bilər, 200 ola bilər, 50 ola bilər, 15 ola bilər. Və bəzən necə çaşdırır, bunu keçən dərslərimizdə də vurğulamışıq, yenə də vurğulayaq. Məsələn, deyir ki, 500 salam ifadəsi 500 simvollu əlifba ilə kodlaşdırılan zaman yalnız 20 fərqli simvoldan istifadə olunub. Aha, nə demək oldu bu? Bu 500 simvollu əlifba, yəni bu 20 simvol bu 500 simvollu əlifbanın simvollarıdır. Tutaq ki, indi salam ifadəsində neçə fərqli simvol var? 1, 2, 3, 4. Deyir ki, salam ifadəsi 500 simvollu əlifba ilə kodlaşdırılan zaman yalnız 4 müxtəlif simvoldan istifadə olunub. Hə, bu 4-ün bizim üçün nə mənası var? Heç bir mənası yoxdur. İstəyir yalnız A simvolu yazsın, istəyir yalnız B simvolu yazsın, istəyir yalnız C simvolu yazsın, heç bir fərqi yoxdur. Çünki 500 simvollu əlifbada hər bir simvolun kodu 9 bitdir deyə 4 dənə A yazsa hər biri 9 bit olacaq. Yenə 4 vurulsun 9 bit olacaq ümumi informasiya həcmimiz. Yəni belə deyəndə çaşmayaq ki, tutaq ki, 500 simvollu əlifbanın 10 müxtəlif simvolundan istifadə edibsə, həm mən 10 müxtəlif simvolu neçə bitdə kodlaşdıra bilərəm? 4 bitdə. Gəlim 4 bitlə hesablayım. Yox, bu 4 bit bizə maraqlı deyil. 10 müxtəlif simvol maraqlı deyil. Bizə maraqlı olan əlifbada olan simvol sayıdır. Aha. Bu vurğuladığım o n simvollu əlifba söhbətidir. Qarşımıza sonra nə tip bir şey çıxa bilər? Deyir ki, tutaq ki, salam ifadəsi yazaq yenə. Salam ifadəsi kodlaşdırıla biləcəyi minimal gücə sahib əlifba ilə kodlaşdırılıb. Ümumiyyətlə əlifbanın gücü nədir? Təzədən bunu belə deyim, vurğulayaq. Əlifbanın gücü əlifbada olan simvolların sayıdır. İndi bizə deyir ki, salam ifadəsi kodlaşdırıla biləcəyi minimal gücə, yəni minimum simvollu əlifba ilə kodlaşdırılıb. Aha, bu hansı əlifba ola bilər ki? Salam ifadəsini kodlaşdıra bilmək üçün minimum mənə S simvolu, A simvolu, L simvolu, M simvolu. Bu 4 simvolu ehtiyacım var. Deməli, salam ifadəsini kodlaşdıra biləcəyi minimal gücə sahib əlifba 4 simvollu əlifbadır. Qısaca desək, salam ifadəsindəki müxtəlif simvolların sayı. Aha. Deməli, salam ifadəsini kodlaşdıra biləcəyi minimal gücə sahib əlifbada bir simvolun həcmi nə qədərdir? 4 müxtəlif simvol varsa, 4 müxtəlif vəziyyəti kodlaşdırmaq üçün bizə 2 bit bəs eləyir. Deməli, salam ifadəsi kodlaşdıra biləcəyi minimal gücə sahib əlifba ilə kodlaşdırılanda hər bir simvol 2 bit olur. Yəni ümumi salam ifadəsinin həcmi
5 simvol var, 5 vurulsun 2 bit olur minimum. Minimal gücə sahib əlifbada budur. Həmçinin salam buna aid test nümunəsinə Ərəy Tədris Mərkəzinin abituriyentlər üçün hazırlanmış olduğu test bankdan da baxmaq istəyirəm. Gəlin kodlaşdırma mövzusuna nəzər yetirək. Baxın, burada 69 nömrəli sualda bizə deyir ki, ifadə verib. Deyin, ifadəsinin kodlaşdırıla biləcəyi minimal əlifbada bir simvolun informasiya həcmi neçə bit olar? Mən bu ifadəyə dırnaq işarələri nəzərə almayacağım. Mən bu ifadəyə kodlaşdırmaq üçün bir dənə böyük A, bir dənə kiçik A, bir dənə böyük B, bir dənə böyük C, bir dənə də kiçik C simvollarına. Ümumi 5 müxtəlif simvola ehtiyacım var. Yəni 5-dən az olsa bu ifadəyi yaza bilməyəcəm mən. 5 müxtəlif simvolu da mən 3 bitdə kodlaşdıra bilirəm. Deməli, bunun kodlaşdıra biləcəyi minimal əlifbada bir simvolun həcmi 3 bit olacaq. Cavabım olacaq B variantı 69 nömrəli sualda. Bir sual nümunəsinə də gəlin bir arada baxaq. Nə deyir? Fərq yoxdur, hansına baxaq, buna bax. Yadigar anar ayna ifadəsini təsvir etmək üçün istifadə edilmiş minimal gücə sahib əlifbadakı simvollar vasitəsilə 64 simvollu mətn kodlaşdırılarsa, bu mətn özündə ən az neçə bayt informasiya saxlayar? Gəlin baxaq. Yadigar altdan xətt, anar altdan xətt ayna ifadəsini təsvir etmək üçün minimal gücə, yəni kodlaşdıra bilmək üçün bizə lazım olan minimal gücə sahib əlifbada görə minimum neçə simvol olmalıdır? Bir dənə kiçik Y, bir dənə kiçik A, bir dənə kiçik D, I, G-yə ehtiyac var, A-nı götürmüşdür, R-yə ehtiyac var, altdan xətə ehtiyac var, A zaten əlimizdə var, N-yə ehtiyac var, A var, R var, altdan xət var, A var, Y var, N əlimizdə zaten var, A var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə müxtəlif simvola ehtiyacım var ki, ən az. Yadigar altdan xət, anar altdan xət ayna ifadəsini kodlaşdıra bilim. 8 müxtəlif simvolu da biz 3 bitdə kodlaşdıra bilirik. Deməli, bu ifadəni təsvir etmək üçün istifadə edilmiş minimal gücə sahib əlifbada bir simvol 3 bit informasiya tutumuna malikdir. 64 simvollu mətni bu, belə deyim, əlifbi ilə kodlaşdırsaq, onda 64 simvolun hər biri olacaq 3 bit. Bu da nə olacaq? Bizə baytla soruşur deyə, bitdən bayta keçəndə əvvəlki dərslərimizdən bilirik. Kiçik vahiddən böyük vahidə keçirsə bölürük. Yeganə bitlə bayt idi ki, onlar arasındakı fərq 2/3 dəfə idi. Yəni 8-ə böləcəm. 64 ilə 8-i ixtisar aparsam qalacaq 8 vurulsun 3, yəni 24 bayt. Cavabım da baytla soruşurdu. Cavabım olacaq 73-cü sualda A variantı, yəni 24 bayt. Bu da bizim minimal gücə sahib əlifbamız və bu dərslə biz artıq mətni informasiyanın həcmini tapmaqla bağlı bütün tipdən olan məsələlərin hamısını həll edə biləcək biliyə sahib olmuş oluruq və növbəti dərsdən qrafik informasiyanın necə kodlaşdırılır, qrafik informasiya belə deyim, həcmi necə tapılır, bunlardan danışacağıq. İzləmədə qalın, növbəti dərslərdən tez xəbər tutmaq üçün kanala abunə olub, yorum yazmağı yaddan çıxarmayın. Onlayn dərslərimizdə iştirak etmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.